Bəs uğurlu olmağın yolları? Uğurlu olmağın yolları burada təbii ki, hansı sahədə uğurlu olmaq istəyirsənsə, o sahə ilə bağlı sənin yaxşı bir mütəxəssis, belə mükəmməl olmasa da, mükəmmələ hələ bir yaxındır. Öz sahəndə hələ bir super olmalısan. Balıq dəryada üzərmiş kimi o cür olmalısan, sərbəst olmalısan da, yəni hakim olmalısan öz sahəvə. Yəni hər zaman üzərində çalışmalısan, daha çox irəliləyiş, inkişaf olmalıdır o sahən üzrə. Bax bu bir disiplin olmalıdır. Burada o soft skill'lar önəmlidir. Yəni insanlarla münasibətdə sənin danışıq üslubun, sən insanlarla nə qədər, necə deyim sizə, münasibəti elə qura bilirsən ki, səninlə söhbətdən sonra, səninlə ünsiyyətdən sonra insanlarda xoş təəssürat qalır. Səninə qarşı güvən yaranır. Bildiniz necə uğurlu olmağın yollarından biri də budur. Yəni insanlara güvən verə bilərsən, insanlar sənə etibar eləyə bilsin. İnsanlar səndən sən onlarda bir mənfi duyğular yaratmayasan, aqressiv olmamaq da, yəni aqressiya deməli olmağı ola bilər. Baxır harda, necə, nətər, nə vəziyyətdə, bildiniz necə. Amma ki, yəni soft skill'lar nədir? O yumşaq bacarıqlarda əgər tam biz bunu tərcümə etsək də, tam şəkil belə də olduğu kimi tərcümə etsək. Hə? Yəni uğurlu olmaq üçün, yəni müasir zamanədə nə tələblər var? Sən kompüteri bilməlisən, sən riyaziyyatı yaxşı bilməlisən. Yəni ki, ümumiyyətlə hələ belə həyatla indiki zamanı ilə ayaqlaşmağı da biləsən. Həyat, dünya tək öz sahən üzrə yox, dünya ümumiyyətlə inkişaf eləyir. Dünya ilə bir hələ bil sən də ayaqlaşasan. Bildiniz necə? Yəni sizin sahənizlə bağlı başqa sahələr də var da, tutalım da bu psixologiyada tibb də irəliləyir. Tibbdən də hardasa sənin xəbərin olmalıdır. Bir də nə gözəldir öz sahəndə uğurlu olmaq üçün. Sənin sahəndə artıq bir bəlli gözəl yerlərə gəlmiş insanlar var, nə mütləq ki, düzdür? Tanıyırsan onları. Həyatda real olaraq da tanımasan, düzdür? Amma belə sən, necə deyimsən, internetdən, sosial şəbəkələrdən falan tanıdığın insanlar var. Kimlər ki, sənin sahəndə artıq gözəl, yüksək bir səviyyəyə gəlib çatıblar. Və o insanlara həqiqi mənada, hələ bil, onlarla yaxınlıq yaratmaq, dostluq da olması, sadəcə açıq-aşkar gedib hələ bir qapını döyüb, hələ bir icazə alırsan ki, sizinlə tanış olmaq istəyirəm, məktub yazırsan, mail yazırsan, WhatsApp-dan ya köməkçisinə, bir şeylər, hələ bir ki, mənim sizinlə görüşməyə ehtiyacım var, tutalım. Deyir ki, tutalım məqsədin nədir? Deyir, heç mən də sizin çalışdığınız sahədə çalışıram, siz bu yerlərə məsəl üçün necə gəlib çatdınız, mənə hansı, tutalım da, burada sekretlər var da, belə deyim də, hansı məsləhətləri, əsas məsləhətləri verərdiniz. Mən, çünki bu insanın hər bir 30 illik təcrübəsini, 20 illik təcrübəsini o sənə 2 saat içində sığışdırıb danışa bilər və bir çox insanlar öz uğurları haqqında danışmağı necə gəlib çatıblar buna, hansı yollarla, hansı çətinliklərdən keçiblər, hansı səhvləri ediblər. Bir çox insanlar bunu paylaşmağı, danışmağı sevinir. Yəni bu hazır sizin üçün materialdır. Yəni o insanlar. Yəni uğurlu olmağın yolları çoxdur. Uğurlu olmaqla bağlı, həyatda müvəffəqiyyətli olmaqla bağlı cürəbəcür kitablar da oxumaq. Bildiniz, ümumiyyətlə də həyatda hələ o hard skill, soft skill bunlarla da bağlı kitablar oxumaq, özgüvənlə, özdəyərlə bağlı dəyərsizlik duyğusu varsa, özdəyəri artırmaq da çox önəmlidir. Özdəyər də çünki bizim, hələ bir o qorxulardan danışırdım, qorxuların əsiri olursan, özdəyəri sən adekvat vəziyyətə gətirib çıxartdınsa, aşağıdırsa, normala gətirirsənsə, ya olur ki, özdəyər elə olur ki, aşırı olur. Onun da olması insana maneədir. Çünki özdəyərin sən aşırı olanda, hələ bil Dunning-Kruger effekti var da, belə deyilir. Yəni ki, sən hələ bil o sahəndə zəifsən, amma sənin öz dəyərin aşırıdırsa, yüksəksə, sən elə gələcək ki, mən öz sahəmdə belə ekspertam, superam, məndən bir dənə də, məndən superi yoxdur. Dunning-Kruger effektidir, düz yadıma gəlirsən. Yəni ki, sən özünü artıq dəyərləndirirsən də, olduğundan artıq düzgün dəyərləndirmirsən. Yəni, uğurlu olmaq üçün öz dəyərin də normal, adekvat olması lazımdır. Adekvat olduğu halda da sən uğurlu olursan. Öz dəyərin normal olduğu halda sənin özgüvənin də normal səviyyədə olur. Qorxuları, travmaların varsa, travmaların üzərindən işləmək, mütəxəssislə, ümumiyyətlə uğurlu olmaq istəyən insanlar, onları bilirsən ki, sən əgər
terapiya, sənin seanslara ehtiyacın varsa, sən öz dəyərin üzərində özün çalışa bilmirsən, dəyişikliklər edə bilmirsən, insanlar içində özünü itirirsən, ünsiyyəti qəşəng qura bilmirsən, onda məcbursan da ya özün öz üzərində yetərincə daha çox çalış, daha dərin, daha geniş, daha nüanslara fikir ver, ya da bir mütəxəssislə. Yəni uğurlu olmaq üçün bir çox şey insan eləməlidir əslində. Bir də uğurlu olmağın ən əsas yollarından biri də odur ki, düşünməyə çox insan bilirsiniz vaxt sərf edir. Düşünməyə yox, daha çox aktiv olmağa, yəni reallaşdırmağa. Yəni hər gün sən real bir addımlar atırsan. Yəni əsl addımlarda, ağlında, fantaziyanda yox. Fantaziyadan əlavə, yəni çox uğurlu olan insanların həyatına baxsan, onlar yerlərində dura bilən insanlar deyirlər. Yəni bunlar bütün vaxtı bir şeylər eləyirlər. Hərəkətdədirlər də, daim. Bax, məsələn də hələ tutalım, ünlü tiktokerlar var, youtuberlar var, ünlü olanlar. Ona baxsan, orada görməzsən, sən oturur bir həftə ssenari düşünsün. Bir həftə fikirləşsin, 10 gün fikirləşsin. O yox, hər gün o nələrsə, hər gün bir şeylər yaradır, ortaya çıxardır. Hər gün, hər gün, hər gün, hər gün. Bildiniz necə? Burada real addımlar atmaq da çox önəmlidir. Ola bilər real addımın sənə hal-hazırda çox böyük bir bonuslar, şanslar falan gətirməsinə, bəlkə də mənfiyə də gedə bilərsən. Amma sən çox şey öyrənirsən real addımlar atanda.